Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Müğənni Şəbnəm Tovuzlu bugün həmin zaur verilişinə gecikib axşamaz xəbər verir ki, aparıcı Zaur Kamal proqramına 5 dəqiqə gecikən ifaçını 200 manat cərimələyib. Daha sonra isə aparıcı ehtiyacı olan ailəyə zəng vurub və Şəbnəm Tovuzlunun ona 200 manat pul ödəyəcəyini bildirib. Qeyd edək ki, Zaur bir neçə gün əvvəl proqramına gecikən meyxanaçılar bal əlini 500, Mir Fəridi isə 300 manat cərimələmişdi. O verilişinə gecikən bütün sənətçiləri cərimələyəcəyini və həmin pulları xeyriyyə məqsədi ilə istifadə olunacağını açıqlamışdı.